Biz onu dünən tapa bilmədik, axır ki bugün tapdıq. Cəbrayıl sizə göstərəcək ki, Azərbaycan dilini çox gözəl bilir, necə lazımdır. Cəbrayıl, necə keçdi yarış? Çox yaxşı. Yaxşı hazırlaşdı, zborlar keçdi yaxşı. Kislovodskda hazırlaşdı biz. Fizpodgotovka. Gəldi Bakıya, Bakıda 2 həftə oldu, döşək zbor oldu. Müəllimlər hamı yanımdaydı. Yaxşı hazırlaşdı, amma qızıl qazanmaq istəyirdi. Amma alınmadı biraz. Amma biraz Yəni söhbət gedir, sən çatdırmadın, fiziki hazırlıq çatdırmadı, yoxsa təcrübə? Hər şey bir var yerdə. idi, hər şey yaxşı idi, fizika, hər şey. Prosta biraz texnika. Çatdırmadı. Biraz texnika, biraz aşibka var. Səhvlərin üzərində işləmək lazımdır. İşləmək lazımdır inşallah. Yaxşı, İnşallah oktyabrdan dünya çempionatı gəlir. Nə ürəyində tutursan, hansı medalı tutursan? Mən keçən il dünya çempionatı uduzmuşam. O 5-ə çıxdı, 3-ə 5-ə güləşirdi. Mən orada uduzanda çox pis oldu. Çox pis oldu, çox fikirləndi. Bu dəfə medal istəyirsən alasan? Bu dəfə ne tolka medal istəyirəm ki, udmaq inşallah. Hətta? İnşallah udmaq. Görürsünüz, İnşallah. bax, cavan idmançımızdır, ambisiyalıdır, düz eləyir, qabağına hədəf qoyur. Dünya çempionatının qızıl medalını. Yəni bu çox böyük bir inkişaf olacaq ki, Avropa çempionatında 3-cü olan adam qabağına neçə ay ərzində məqsəd qoyub dünya qızılını qazanmaq istəyir. Düzdürmü? Düzdür. Gəlin ona uğur arzulayaq və necə deyərlər, inşallah gözləyək oktyabr. Görək nə olur. İnşallah yaxşı olur. Oldu. Salam aleykum. Çox sağ ol.